Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 22-ci günüdür. Qafqaz Müsəlmanlar İdarəsindən verilən məlumata görə martın 22-sində imsak vaxtı saat 05:14-də, iftar vaxtı isə 19:09-dadır. İmsak duası. İlahi, bugün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bugün sənin razılığına bais olan işlərdə məni müvəffəq et. Məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.